Çox təəssüflər olsun, mən bəzən qarşılaşıram, xanımlarımız sual verirlər, cavan xanımlarımız, gənc xanımlarımız, hələ ailə qurmayan xanımlarımız var. Deyirlər ki, mən bir bəy ilə ailə qurmaq istəyirəm, misal üçün bir-birimizi bəyənirik, bir-birimizə uyğunuq və biz ailə qurmaq istəyirik, amma bəyin anası məni istəmir, məni bəyənmir, bəyin mənimlə ailə qurmasını istəmir. Və mən belə düşünürəm ki, həmin belə deyək, bəy mənə kifayətdir. Yəni onun mənimlə ailə qurması kifayətdir. Yəni o mənimlə ailə qurmaq istəyirsə, bu mənim üçün bəs eləyir. Yəni ehtiyac yoxdur ki, onun qohumları da, anası da, belə deyək, digər ailə üzvləri də məni bəyənsinlər, amma bu çox yanlış düşüncədir. Bu indiki halda sizin yaşadığınız bu halı ki yaşayırsınız, əgər bizi izləyən izləyicilərimizdən bu halı yaşayanlar varsa mən onlara xitab edirəm. İndiki halda sizin üçün bəli, siz düşünürsünüz ki, belə daha yaxşıdır, amma bu çox yanlış fikirdir sonrakı halı üçün, sonrakı zaman üçün. Siz sonrakı zamanda o qədər problemlərlə qarşılaşacaqsınız ki, çünki o bəyin qohumları həmişə onun həyatında olacaqlar. Onun anası, misal üçün, onun həmişə həyatında olacaq və xüsusilə təbii ki, birinci dərəcəli qohumlardan söhbət gedir, ailə üzvlərindən söhbət gedir. Bəyin bacısı varsa, anası varsa, qardaşı varsa, atası varsa, onlar həmişə onun həyatında olacaqlar və siz onları onun həyatından çəkib çıxarda bilməzsiniz. Bəli, siz onun xanımı olacaqsınız, bəli, siz onunla gözəl ailə təşkil edə bilərsiniz və bir-birinizə yaxşı gələ bilərsiniz. Allahın o dediyi rahatçılığı tapa bilərsiniz. Amma onun o anasını, atasını, belə deyək, ailə üzvlərini onun həyatından çıxarda bilməzsiniz.